Liftə mindiyimizdə ilk diqqətimizi çəkən yəqin ki, güzgülər olur. Bəs heç bu güzgülərin niyə qoyulduğunu düşünmüsünüz? Çox adam hesab edir ki, liftlərdəki güzgülər saç və ya üst başını düzəltmək, makiyajı yeniləmək üçündür. Lakin psixoloqlar bildirirlər ki, bu güzgülərin əsas funksiyası bundan ibarət deyil. Bir çox insanda klaustrofobiya var. Yəni bu dar məkanlarda olan qorxudur. İnsanlar dar məkanlarda, məsələn liftlərdə ürəkləri sıxılır, tənginəfəslik əmələ gəlir bunlarda, sanki onlara bu dəqiqə nəsə ola biləcək kimi təlaş yaşayırlar. Ağır gedən liftlərdə ilk öncə güzgülər quraşdırılmışdı ki, həm lift ağır gedir, insanların buna səbri çatmır. Üstəlik də ki, dar məkanda çətin olduğu üçün psixoloji tərəfdən güzgüləri quraşdırdılar. Yəni güzgülər vizual olaraq dar məkanı 2 dəfə daha genişləndirir və bu da insanlarda bu rahatlığı təmin edir. Digər tərəfdən isə ikinci məsələ, liftlərdə güzgülərin olması təhlükəsizlik xarakteri daşıyır. Bir var insanın üzünə baxasan, bir də var ki, güzgüdən nəzərə çatmayacaq dərəcədə onun hərəkətlərini, davranışlarını izləyirsən. Bu həm də təhlükəsizlik hissi yaradır. Güzgülərin olması liftdə vandalizmin, yəni xuliqanlığın qarşısını alır. Yəni güzgüyə baxan insan, öz əksini güzgüdə görən insan xuliqan düşüncələri olmur onun beynində. Memar Aysel Hüseynova isə deyir ki, liftdə güzgülərin olması əlil arabası ilə hərəkət edən insanlar üçün də vacib nüansdır.